Salam hörmətli izləyicilər, qonağımız hərbi ekspert Tərlan Eyvazovdur. Tərlan bəy, xoş gördük. Hoş gördük hörmətli Səxavət bəy. Sizi və hörmətli izləyicilərinizi salamlamaqdan şərəf duyuram. Buyurun. Təşəkkür edirəm, minnətdaram. Tərlan bəy, biz ümumiyyətlə İran və xüsusilə İran mövzusunu, İran-Amerika mövzusunu və hətta İran-İsrail mövzusunu sizlə dəfələrlə müzakirə eləmişik. Və hətta ötən bizim proqramda da, yəni sizlə bu İran mövzusunu bir xeyli müzakirə elədik. Bundan əvvəl bir neçə gün əvvəl sizin bir ASTV-də bir İran mövzusu ilə bağlı ən azından bir müzakirəmiz var idi. Hətta orada deputatlı falan da var idi və o müzakirəyə də mən diqqətlə qulaq asdım və düşündüm ki, əslində bu mövzunu yenidən sizlə işləmək olar. Çünki İran ətrafında vəziyyət son dərəcə gərgindir. Bunu siz də bilirsiniz, biz də bilirik. Yəni və burada İrana qarşı bir xüsusi bir psixoloji müharibənin hazırda baş verdiyinin də şahidi oluruq. Ciddi şəkildə təhdidlər var. Vaxtlar verilir, vaxtlar dayandırılır və Amerikanın Abraham Lincoln gəmisi, yəni söhbət təyyarə daşıyan aviadaşıyıcı gəmisi ilə Körfəz istiqamətinə gəlib yaxınlaşır. Yəni faktiki olaraq görünən odur ki, İran ətrafında bir gərginlik var. Amerikada müəyyən mənada ora qoşunlar cəlb eləyir. Bu nə ilə nəticələnə bilər? Amerika niyə görə? Misal üçün, Venezuela ilə bağlı məsələni çox bu İran ətrafına yığdığı qoşunlarla yox, müəyyən mənada konkret olaraq hədəf göstərdilər və həyata keçirdilər. Amma bu məsələdə, misal üçün, Venezuela məsələsində Rusiyanın bir qədər, bir-iki dənə yüngülvari bəyanat oldu, Çinin biraz bəyanat oldu, amma o tərəfə keçmədi. Amma İran ətrafındakı vəziyyət, biz vəziyyətin də bir qədər mürəkkəb olduğunun şahidi oluruq. Yəni, təkcə Amerikanın istəyi var, Amerikanın istəyindən əlavə də başqa bir məsələlərin də şahidi oluruq. Niyə İran sizcə asan yem kimi görsənmir indiki mərhələdə və bu qədər İran ətrafına gəmilərin, aviasiya vasitələrinin daşınması hansı nəticələr verə bilər? Təşəkkür. Çox geniş sual oldu. Sözün açığı, siz o sualınızla müəyyən qədər də cavablarınızı, fikirlərinizi də sərgiləmiş oldunuz. Olsun. Gəlin, siz necə qeyd elədiniz, elə Venezuela'dan götürək və Venezuela məsələsini biz sizinlə müzakirə etmişik, həmçinin İran məsələsindən müzakirə etmişik və düşünülürdü ki, məxsusi olaraq Venezuela məsələsi Trump'ın, yəni Amerikanın rəhbərliyinin istəyinə uyğun olaraq həll edildikdən sonra burada elə bil ki, Trump'ın və Amerikanın strateji məqsədləri olan neftin qiymətinin aşağı düşməsi gündəmə gələcək. Və təbii ki, həmin anda da hələ ki İran yada düşmürdü. Çünki bildiyiniz kimi, əgər Venezuela'da Trump'ın həyata keçirdiyi, yəni o planlar perspektiv özünü doğruldursa, bu artıq doğrultmaqdadır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi üçün, Amerikanın ambisiyalarının həyata keçməsi üçün çox mühüm bir şərait yaradır. Bu tərəfdən də İranla da təbii ki, o danışıqlar da hələ davam etdirilirdi. Məlum olan budur ki, Venezuela rəhbərliyinin o məlum son bəyanatlarına baxmayaraq, elə həmin hadisanın, yəni Maduro və həyat yoldaşı oradan əməliyyat nəticəsində aparıldıqdan sonra orada hər gün danışıqlar gedir və artıq o danışıqlar Amerika rəhbərinin bildirdiyinə görə uğurla nəticələnir. Yəni Amerika istədiyini alır, orada artıq yeni rəhbərlik deyəndə ki, həmin rəhbərliyi vitse-prezidenti və digər parlament, həmçinin deputatlar, həmin o ölkəni idarə edən siyasi partiya razılığa gəliblər ki, Amerikanın istəyini yerinə yetirsinlər. Yəni, burada demək olar ki, məsələ artıq öz həllini tapmaqdadır. Amma İran məsələsində son hadisələr, yəni İranda baş verən o insanların küçələrə axışması, əsasən sosial tələblərlə bağlı olan həyəcanlar o zaman Trump'ı artıq məcbur etdi ki, o məlum bəyanatı versin ki, əgər siz xalqa qarşı zor tətbiq etsəniz, sizin cavabınız veriləcək. Həmin anda biz İran tərəfinin də ondan geri qalmayan bir sərtliklə cavabının şahidi olduq. Böyük bir ölkə üçün, onun ambisiyoz bir rəhbəri üçün
bu qəbul edilən deyildi. Ona görə üstündən bir qədər müddət keçirəndən sonra həmin həyəcanlar sərt şəkildə İran hakimiyyəti tərəfindən yatıldıqdan sonra orada minlərlə şəxsin, indi İran tərəfinin özünün dediyinə görə 4 mindən artıq da özləri etiraf edirlər. Bəzi rəqəmləri 10 min, bəzən daha çox göstərilir müşahidəçilər tərəfindən. Və burada da bildirildi ki, yəni biz ölkəmizin sahibi özümüzük. Burada qayda qanunu biz sabitliyi qorumağa biz vəzifələndirilmişik. Siz bizim işimizə qarışa bilməzsiniz. Mən düşünürəm ki, bilavasitə bu səbəb oldu. Həmçinin İran hakimiyyətinin, siyasi hakimiyyətinin, yəni o bugünkü dini hakimiyyətin rəhbərlərinin, mən deyərdim, bəzən uğursuz, bəzən məsuliyyətsiz bəyanatları da buna hardasa rəvac vermiş oldu. Yəni o məsələlərdə həmin anda bir qədər diplomatik hərəkət eləmək olardı. Necə ki, bunu biz İranın qanuni seçilmiş prezidenti cənab doktor Məsud Peşkanın simasında görmüşük. Və ona görə də müvafiq olaraq əmrlər verilib və dediyiniz kimi orada istər Aralıq dənizində, İsrail ətrafında, istərsə də ki, Hind okeanında, Körfəzə yaxın yerdə artıq Amerika gəmiləri bir neçə böyük esmineslər toparlanmaqdadır. Elə təkcə bunun uçaqlarını nəzərə götürsək, bombardımançı qırıcılı təyyarələrin sayı 150-dən çoxdur. Bu artıq məsələnin nə qədər ciddi olduğunun göstəricisidir. Və digər məsələlərdəki ki, sualtı qayıqlar olsun, helikopterlər olsun, ümumiyyətlə digər daha kiçik deməli qayıqlar olsun da bunları saymaqla vaxtımız çox gedir. Bu arada istənilən qədər məlumat internet resurslarında vardır. Və müşahidəçilərin böyük bir qisminin dediyinə görə, əgər bu qədər arsenal bura yığılışıbsa, mütləq şəkildə bunun bir nəticəsi olmalıdır. Ən azından nöqtəvi atəşlər alınmaqla İranın müvafiq hərbi və nüvə obyektləri vurulmalıdır. Yəni, böyük bir qism bu nəticədədir və siz də o gün şahidi oldunuz və qeyd etdiniz ki, mən və müəyyən qədər digər həmkarlarım biz düşünürük ki, hələ sülh üçün, danışıqlar üçün qapılar tam bağlanmayıb və bu danışıqlar da gedir və ən əsası maraqlı orasıdır ki, bu danışıqların aparılmasında ən öndə yerdə gedən Türkiyədir, Türkiyənin rəhbəridir. Və bildiyimiz kimi, Türkiyənin rəhbəri də ilə İran rəhbəri ilə daima məsləhətləşmələr apararaq bildirir ki, indiki İran prezidentinin hər hansı bir məsələlərlə yola gətirmək mümkündür. Çünki o özünü nümunə göstərərək bildirib ki, Türkiyə və onun bilavasitə bugünkü lideri də Trumpın hədəfində idi. Bir qədər öncə onun da ünvanına müəyyən hərzə-hədyanlar səsləndirilirdi, amma Türkiyənin apardığı ardıcıl diplomatik siyasət nəticəsində indi onların arasında elə bir problem qalmayıb. Hətta Türkiyə düşdüyü həmin o Suriyəki girdabı ki var idi, oradan da vəziyyət çətin idi. Amerikanın bilavasitə yardımı ilə bu məsələlərdə gördüyünüz kimi uğur qazanıb. Artıq orada çox az məsələlər qalıb ki, onlar həllini tapmasın. Yəni, olduqca böyük irəliləyişlər olub da bu barədə də kifayət qədər sizin efirdə, digər efirlərdə danışılıb. İndi gəlirik bu məsələyə ki, ümumiyyətlə bu deməli münaqişənin alovlanmasında kimlər maraqlıdır? Bu da yanaşmalar müxtəlifdir. Şəxsən mənim yanaşma bu məsələləri analiz etdikdən sonra belə nəticəyə gəlirəm ki, burada əgər müttəfiq deyilsə belə, digər ölkələrin bu münaqişənin alovlanmasında olan ölkələrin sırasında Rusiya və Çindir. Qərbə görülə bilər sizə də və hörmətli izləyicilərimizə də. Amma gəlin baxaq. Dediyiniz kimi, eyni hadisələr də müəyyən qədər o həmin o istər dənizdən, istərsə də quru deməli vertolyotlar vasitəsilə operasyonun Venezuela kimi bir ölkədə keçirilməsinə siz də qeyd elədiniz ki, hər iki ölkə elə də bir kəskin münasibət bildirmədi. Burada isə, yəni İranda əgər İran və ABŞ arasında münaqişə qızışarsa, bu mütləq şəkildə böyük, uzun sürən bir müharibəyə çevrilə bilər. Bu Amerika Birləşmiş Ştatları üçün ikinci Vyetnam, üçüncü Əfqanistan ola bilər. Yəni burada da təbii ki, həm Rusiyanın marağı var, həm də Çin Xalq Respublikasının marağı var. Məhz o cəhətdən də mən düşünürəm ki, istər cüzi də olsa bugünkü deməli imkanları daxilində təbii apardığı müharibə səbəbindən Rusiyanın İrana yardımları, hərbi yardımları, istərsə də Çin Xalq Respublikasının çox böyük həcmdə İrana yardımları
bu gün də davam etməkdədir. Yəni mən düşünürəm, buradan belə nəticəyə gəlirəm ki, burada məsələ hesablanır artıq 12 günə yox, daha uzun müddətə, yəni o müdafiə sayəsində İran daha çox dirəniş göstərsin, Amerika obyektlərinə, Amerika bazalarına, gəmilərinə daha çox zərbələr endirsin ki, Amerikada cavab zərbələrlə bu məsələ uzansın. Yəni bu çox gözəl dərk edən yenə də Türkiyədir və Səudiyyə Ərəbistanda da bu məsələ çox ciddi şəkildə qoyulur. Səudiyyə də qətiyyətdən tələb edir, bütün imkanları işə salır, məsləhətləşmələr aparır, həm Türkiyə, həm İranla ki, bu olmasın. Çünki Səudiyyənin özü də baxmayaraq bu vaxta qədər olan məsələlərdə maraqlı idi ki, İrana zərbələr endirilsin. Amma bu gün onun marağında deyil. Çünki o çox yaxşı bilir ki, bugün Səudiyyəyə olan ehtiyac Venezuela məsələsindən sonra artıq ikinci plana keçir. Məsələ buradadır. Neft, Səudiyyə Ərəbistanın nefti kimi yüksək səviyyədə olmasa, hər bir halda Amerikanın qulağının dibindədir. Ona görə də o ikinci planda olduğunu çox gözəl başa düşdüyünə görə və bu məsələlər əgər burada qarışarsa, ümumiyyətlə körfəz bağlana bilər və ümumiyyətlə çox böyük, deməli, hər bir o körfəz ölkəsi, neft satan ölkələr böyük ziyanla üzləşə bilər. Ona görə də məcbur şəkildə o istəyir ki, kateqorik olaraq bir məsələ olmasın. Eyni zamanda nə qədər qəribə görünsə də, artıq əvvəllər Amerikanı bu məsələyə şirinlikləndirən, sövq eləyən, məcbur eləyən İsrail də bunun fərqindədir. O da istəmir ki, hal-hazırda münaqişə alovlansın. Çünki bildiyimiz kimi İranın ən əvvəldən bildirdiyi bir məsələ var ki, biz regionda olan bütün Amerika hərbi bazalarını vuracağıq artıq xəbərdarlıq etmədən və həmçinin birinci növbədə bizim hədəfimiz İsrail olacaq. Hətta İsraildən bizə qarşı atəş açılmasa belə. Təsəvvür edin ki, onlar üçün 500, indi də deyirlər 600 ədəd raket məxsus olaraq hazırlanır. İndi bu raketlərin ən azından bir yarısı, hətta yarısının yarısı, 22.000 kvadrat kilometr ərazisi olan bir ölkəyə düşsə oradan nə ola bilər? Və təbii ki, bugünkü məsuliyyətsiz Netanyahu hakimiyyəti belə bunun fərqindədir. Yəni mən belə düşünürəm və düşünürəm ki, bu ölkələr bugün də bu qapıları bağlamayıblar, ona görə də məsləhətləşmələr davam edir. Digər bir tərəfdən, təbii ki, İranı bir çoxları qınayır ki, sən ne üçün verilən şərtlərlə razı deyilsən. Gəlin bu şərtlərə baxaq. İrandan tələb olunan tək nüvə obyektlərinin bağlanması deyil. İrandan həmçinin tələb olunur ki, sən raket istehsalını dayandırmalısan, uzaq varan raketlərini ləğv etməlisən. Ümumiyyətlə bu günləri bizim qarşımızda istər Suriya, istər Liviya, ən əsas da İraq kimi tam zəif bir duruma düşməlisən. Axı bunun olduğunu biz bu saydığım ölkələrin simasında gördük. Axı biz bunun olduğunu bugünkü davam edən Rusiya-Ukrayna müharibəsində gördük. Əgər Ukraynanın əlində o məlum raketlər, silahlar olsaydı, bugün Ukraynanın durumu belə ola bilməzdi. Onlar da çox gözəl başa düşürlər, yaxşı bilirlər və burada ən əsas məqam. Həmin o bugünkü əvvəllər deyirlər 422 kiloqram, indi isə deyirlər 2000 kiloqrama qədər bu zənginləşdirilmiş uran var ki, ondan həm nüvə reaktorları üçün, yəni enerji məqsədin, həm də atom bombası düzəltmək üçün istifadə oluna bilər. Deyir, onu da sən təhvil verməlisən bizə. Yəni tamam şəkildə. Deyir, mən təhvil verirəm, amma sizə deyil. Daha etibar etdiyim bir müttəfiqə Rusiya verirəm və özümə lazım olduğu qədər oradan götürüb özümün atom elektrik stansiyalarım üçün istifadə edirəm. Bununla da razılaşmırlar. Yəni ona görə mən bir neçə məqamı gətirirəm ki, bax ona görə dalana dirənir danışıqlar. Yəni əgər bu tərəf gedirsə, hansısa bir deməli imtina eləyirsə ambisiyasını, gərək o birisi tərəf də eləsin. Sən mütləq şəkildə bugün Rusiyanın Ukrayna qarşısına qoyduğu şərtləri qoyursan ki, danışıqlar baş tutmasın. Mən şəxsən belə görürəm. Ancaq yenə də deyirəm, bugün o məsələni mən o gün də ASTV-də də demişəm, indi də deyirəm. Bu nümunəni məndən başqa mən bilən deyən olmayıb. Yəni maraqlıdır ki, əgər 12 günlük müharibədə, həmçinin ondan öncə Amerikanın əsas da İsrail uçaqları İran səmasında ağalıq edirdi. Bugün 400 kilometr məsafədə deməli Amerikanın, dünyanın ən qüdrətli ölkəsinin ən qüdrətli SMS-ləri durub, düzdürmü? İran tərəfi isə bildirir ki, əgər 100 kilometrəyə çatdıracaqsansa, mən artıq ateş açacağım, xəbərdarlıq etmədən.
Yəni yaxına gəlmir. Amma maraqlı səxavət və bilirsinizmi nədir? Bir dənə də olsun hərbi qırıcı təyyarə və yaxud kəşfiyyat deməli məqsədli təyyarə İran səmasında görünmür. Nədən? Deməli, sizinlə ötən dəfələrdə 12 günlük müharibədən sonra ötən il baş verən bizim analizlərimiz sizdə ki burada demişdik ki, İran tərəfi mütləq şəkildə bu zəif yerlərini düzəldəcək. Bu da düzəldi. Düzdür, elə də imkan yoxdur Rusiyadan almağa. Amma bugünkü müasir, istər havadan müdafiə qurğuları, istərsə də hərbi uçaqlar kifayət qədər Çin Xalq Respublikasından alınıb və özlərinin deməli silahlanmasına qəbul edilir. Burada bir sual o vaxt çıxmışdı ki, axı bu Ukraynada olduğu kimi, bütün ölkələrdə olduğu kimi tək təyyarə deyil, pul verib alasan, pilot məsələsidir. Və bu yaxınlarda cəmsi bir həftə səhv etmirəmsə bundan öncə İranın İraq ərazisində, sərhəddə yaxın yerlərdə Kürd yaraqlılarının bazasına endirilən zərbələr, dəqiq zərbələr göstərdi ki, İranın aviasiyası da təbii ki, Amerika ilə, yaxud İngiltərə ilə, İsrail ilə müqayisəyə gəlməsə də, hər halda ətraf ölkələrdən zəif deyil. Bu da bir nümunədir. Əgər İraqın üzərini düzdür, tam qorunmasa da ümumiyyətlə bu günləri havadan müdafiəsini Amerika həyata keçirirdisə, nədən İran deməli uçaqların heç biri vurulmadı? Bu da bir nümunədir də, biz gəlirik bu nəticələrə baxaraq gəlirik. Mən düşünürəm ki, yenə də və buna həm də ümid edirəm, istəyim də belədir ki, bu olmasın. Və bu olarsa, bunun nəticəsi çox ağır olacaq, həddən ziyadə ağır olacaq, bütün tərəflər üçün ağır olacaq. Bu günləri hələ burada bu qızışma yoxdur, alışma yoxdur. Yalnız gərginlik olduğu müddətdə 60 dollara düşən neftin qiyməti 72 dollara qalır. Təsəvvür edirsiniz? Bəs onda Trump, sən bugün sülh şurası yaradırsan və istəyirsən ki, hamısı gəlib dolayıdan düşsün tasa, milyard atışsınlar və sən də orada çox olduqca normal bir məqsəddə hələ ki, görünən budur ki, belə bir həyata keçirəsən. Ən əvvəl sənin elə doğrudan da böyük bir xidmətin ki, Qəzzada bu müharibəni durdurmusan. Bəli, razıyıq, çox sağ ol. Azərbaycanımız da orada iştirak edir, böyük məmnuniyyətlə. Və istəyirsən ki, o dağıldıran yerləri, sənin köməyi ilə də, yəni İsrail dağıtdığı yerləri də bundan düzəldirsən. Bu da olsun. Əgər bu olacaqsa, elə bunun böyründə yenidən bir müharibə ocağını yandırmağa nə hacət var? Nə ehtiyac var? Əgər bu olacaqsa, sənin o yola gətirdiyin, ondan sonra hansısa bir şura yarattığın şuranın, təbii ki, bundan sonra hər hansı bir perspektivi də olmayacaq. Yəni, heç bir iş görə bilməyəcəklər onlar. Müharibənin alovu, həm də deməli, əndazəsi daha da genişlənəcək. O, mən bilmirəm, sizin sualınıza mən nə qədər əhatə elədim, yəni mən elə düşünürəm. Buyurun. Təşəkkürlər Tərlan bəy. Tərlan bəy, əlavə olaraq bu məsələyə fikir bildirərsiniz ki, misal üçün, Səudiyyə Ərəbistanından başqa dünənləri Azərbaycanla da, yəni Abbas Əraqçının Azərbaycan Xarici naziri Ceyhun Bayramovla da bir görüşü oldu və o görüşdə Azərbaycan tərəfi konkret olaraq bəyan elədi ki, öz ərazisindən, hava məkanından və qoru ərazisindən İrana qarşı heç bir şey istifadə olunmayacaq və əslində bir çox ölkələr, yəni bir çox ölkələr bununla bağlı, Körfəz ölkələrinin bir çoxsu bununla bağlı fikir verdi və burada çox maraqlıdır ki, misal üçün əvvəllər Amerikanın İran ətrafında dayaqları var idisə və İranla konflikt içində idisə, biz bunun şahidi olmuruq. Səudiyyə Ərəbistanı variantı hesab edirəm ki, çox dəqiq bir variantdır. Tərlan bəy, buna qısa fikrinizi bildirirsiniz, amma əsas sualım nə ilə bağlı olacaq? Misal üçün, siz də deyirsiniz, mən də deyirəm, bir çoxları deyir ki, İranla Amerika arasında bir toqquşma baş verərsə, bu daha bir geniş, daha bir qlobal, böyük bir prosesə gətirib çıxarda bilər, böyük bir problemə gətirib çıxarda bilər. Bunu bir qədər açmağınızı istəyirəm. Çünki bu həqiqətən də insanlar, mən çox yerdə görmüşəm ki, insanlar bildirirlər ki, yəni hər kəs deyir, İranla Amerika arasında toqquşma olarsa hər tərəfə yayıla bilər. Bu, Cənubi Qafqazdan tutmuş, Körfəzdən tutmuş, digər regionlara, İraq, Suriya, Türkiyə prosesi, çünki orada Kürdlər ayağa qalxa bilər, onların yatırdılması məsələsi var. Ümumiyyətlə, çox regionu bir bəlaya gətirib çıxarda bilər. Bunun bir açılmasını istəyərdim siz tərəfdən. Çox sağ olun, təşəkkür edirəm. Birincisi, dediyiniz məsələni siz artıq buna toxundunuz. Mən düşünürəm ki, burada ikinci bir variant ola da bilməzdi. Yəni, bəziləri düşünürdü ki, deyirdilər, elə belə bir ehtimal deyirlər ki, niyə görə Azərbaycan bu barədə heç bir söz demir? Azərbaycan son 10 il, 15 ildə İrana qarşı daima belə təhdidlər yaranarkən sözünü deyib,
hamıya da aydındır və bir daha da öz Xarici İşlər Nazirinin dilindən bunu bəyan elədi. Yəni, mənə gəlir ki, bu məsələdə bir qarandıq bir məqam yoxdur. Başqa cür ola da bilməz. Gəlirik sizin qaldırdığınız bu maraqlı suala. Mən onu qeyd etməliyəm ki, tək Səudiyyə Ərəbistanı deyil, həmçinin baxmayaraq ki, aşağı yuxarı Əfqanistanla da onların problemi var idi. Bugün Əfqanistan da təbii ki, İranın tərəfində. Tək müsəlman olduğuna görə yox. Həm də ona görə ki, dediyiniz məsələlər ki var, içəridə təbii ki, onlar da istəyəcəklər ki, qıraqdan bu deməli, müdaxilə edərkən içəridə də kimlərsə qaldırdım. Bu da birinci növbədə Bəluclardır. Bəluclar Əfqanistanda da var, İranda da var, Pakistanda da var. Deməli, bu üç ölkənin üçü də mütləq şəkildə durmalıdır İranın yanında ki, məsələ baş verməsin. Türkiyə öz yerində, Türkiyənin görünün nə boydan sərhəddi var? Nə qədər burada türklər yaşayır, türkçilli xalqlar yaşayır, hara üst tutacaqlar? Ümumiyyətlə, bəzi analitiklərin dediyi kimi, indi Türkiyə, Əfqanistan, Pakistan, bunlar böyük dövlətlərdir aracaq. Amma gətirin götürək Cənubi Qafqazı, Cənubi Qafqazı üçü bir yerdə, heç Ukraynanın bir oblası qədər yoxdur. Balaca bir yerdir. Yaxud o tərəfdə Türkmənistan olsun, Arazın Xəzərin o tərəfində. Burada əgər qalxacaqsa və bu müharibə artıq nöqtəvari deyil, davamlı şəkildə olacaqsa, davamlı şəkildə deməli bu bombardıman davam edəcəksə, bu insanlar canını götürüb harası getməlidir. Onların qarşısını heç bir sədd, heç bir deməli məftil, heç bir sərhəd dirəyi kəsə bilməz. İnsanlar canını götürüb gedəcək. Və təbii ki, onda görürüm burada nələr yaşanacaq. Və bu dalğa tək bizə yox, Rusiya, ondan üzü o tərəfə Avropaya da gedəcək. Necə ki, Amerika durdu kənarda, Suriya qarışdı və Suriyanın milyonlarla insanı tək Türkiyə gəlmədi. Türkiyə üzərindən keçdi, getdi Avropaya. İndi də o qaçqınlar problemi hələ də həll olunmaz qalır. İndi haradasa bir ümid yaranıb ki, Suriyada bu məsələlər deməli öz həllini tapsın, bu tərəfdən bu. Özə İranı bunların heç biri ilə müqayisə eləmək olmaz. İran hətta Türkiyə ilə də müqayisə eləmək olmaz. Ərazisi çox böyükdür İranın, Türkiyədən də çox böyükdür. Digər ölkələrdən də çox böyükdür. Venezuela'dan da böyükdür. Ukraynadan 3 dəfə böyükdür. Bilirsiniz? Buna görə də mən düşünürəm ki, bu məsələlərin bu həddə çatmaması üçün məndə belə ümid var ki, hətta nöqtəvari ora deməli bombardımanlar olunsa belə, onun uzun müddətli olmasını Trump qəbul edə bilməz. Niyə görə edə bilməz? Çünki bu adam gəldi, Venezuela'da yalnız bir əməliyyat keçirdi. Onların məsələsini bitmiş hesab elədi, getdi. Və eləcə də bunu Panamaya, Kanadaya, tutalım, Qrilandiya adasına özünün müəyyən ambisiyalarını ortaya qoydu. Bu məsələlərdə danışıqlar yoluna yavaş-yavaş həllini tapır. Mən əvvəlindən sizə də demişdim ki, orada müharibə olan deyil. Heç vədə bu ola bilməz, bu NATO-nun bölünməsi, bu ümumiyyətlə müttəfiqlərin, Avropada qalxdıyağa ki, yaxşı, sən belə eləyirsən, biz də belə eləyəcəyik. Sən qaldırırsan, biz də qaldıracaq. Sən belə bir iqtisadi partnyoru hardan tapacaqsan? Kimlə, sən Rusiya ilə, Kitay ilə sən başlayırsan aldığı bizim, bu obyomu, bu həcmi ümumiyyətlə təsəvvür eləmək belə, müqayisə eləmək belə yanlışdır. Ona görə onlar necə həllini tapırsa, mən düşünürəm ki, burada da ən pis olan halda bir neçə dənə əvvəldə olduğu kimi xəbərdarlıq üçün atıla bilərkən, yəni mən yığışmışdım bura, atdım indi vəzifəm necə keçən dəfə demədi, mən obyektlərin hamısını dağıtdım. Yaxşı, dağıtmışsan indi niyə gəlmişsən? Biz deyəndə dağıtmamısan, bizə gülürdülər. Özü də jurnalist təhqir eləyirdi. İndi isə deyir ki, yox, sən demə, onlar qalıb, sən özün-özü təksib eləyirsən axı. Başa düşürsünüz. Ona görə də yenə də deməli bu məsələlərdə bir qeyri-səmimilik var. Ona görə mən düşünürəm ki, yenə də mənim ümidim Türkiyədir və Türkiyə özünün liderliyi ilə o müsəlman ölkələrin deməli hər hansı bir təzyiqi ilə, vasitələrlə Trumpa, Amerika Birləşmiş Ştatları rəhbərini, hərbi komandanlığına mütləq şəkildə bu təsirləri göstərəcək. Digər bir tərəfdən Amerikanın özünün hərbi komandanlığının yəqin ki, onlar Trumpdan fərqli olaraq siyasətçi deyirlər, konkret, pragmatik hərbiçi adamlardırlar. Onlar konkret kəşfiyyat deməli, amillərinə güvənirlər, xəbərlərinə güvənirlər, məlumatlarına güvənirlər. Orada məlum məsələdir. İranın bütün Körfəzdə olan gəmiləri tam şəkildə hazırlıq vəziyyət, döyüş hazırlığına gətirilib və orada təbii ki, o gəmiləri SMS-lərlə müqayisə etmək olmaz. Ancaq onların şəhid gəmiləri var ki, həmçinin içində 6-8 nəfərdən ibarət həm sualtı, həm xüsusi gəmilər var ki, onların qarşısını almaq qeyri-mümkündür. Onlar gəlirlər özlərini bomba kimi, şəhid necə ki özünü öldürərkən özlərinə, yüzlərlə insanı məhv edə bilir, çırpacaqlar həmin gəmilərə. Digər bir tərəfdən
elə qeyd eləmişik, siz də qeyd etmişsiniz. Artıq İranın nəinki 1500-2000-ə çatan, o 10.000 deməli kilometrə çatan ballistik raketləri uğurla sınaqdan keçirilir. Düzdürmü? Əgər həmin raketdə elə mən qoyuram bir tərəfə, Amerikanın atəşə atılmasını qoyuram bir tərəfə, həmin əlində olan İsrailin olduğu raketlərdən yenə də istehsal olunub, yenə də onda istənilən kifayət qədər var. Əgər atdığı 10 raketlərdən biri həmin SMS-lərin üzərinə düşərsə, orada 8.000-10.000 arası şəxsi heyət var. O şəxsi heyətin ən azından bir 100 nəfəri ölərsə, bunun Trump üçün hansı faciələr törədə biləcəyini təsəvvür etmək belə dərsə. Mütləq şəkildə impeachment məsələsi ortaya gələcək. Mütləq şəkildə. Yəni İran da dayanmayacaq. Və bəziləri düşünür ki, elə bizim özümüzdə də, əgər orada cəmaat qalxıbsa, orada cəmaat qırılıbsa, onlara polis atəş açıbsa, qüvvələr atəş açıbsa, indi onlar öz hakimiyyətlərinə qarşı Trump'dan həmrəy olub bir şey, qətiyyən bir şey ağlıza gətirir. Bu mümkün deyil. Dünən üzrə olan o düşmən ki, bir-birinə güllə atırlar, onlar yenidən hakimiyyətin ətrafında birləşir. Mən bunu tam sizə məsuliyyətlə bildirirəm. Mən bunu haradan bilirəm? O məlumatı mən sizə də verdim. Ötən həftənin 4-cü günü Azərbaycan şəhərlərində qəflətən bir neçə saatlıq tam şəkildə nümayişlər başlayır. Qəflətən, heç kim bilmirdi. Hətta bizim şanlı mətbuatımız da barədə yazmadı. Yəqin ki, məlumat olmadı. Yalnız Rusiyanın bir neçə mətbu orqanlarında. Biz bu şəxsi əlaqələrimizlə telefon etdilər, çünki başqa cür mümkün deyildi. Və onlar özləri də məətəl qalmışlar ki, bu nə deməkdir? Bu o deməkdir ki, Zəncanda 6 ya 8 nəfər, dəqiq mən bilmirəm, amma minimum 6 nəfər insan asılmaqla, yəni edam olunur. Və insanlar bir anda birləşiblər, qalxıblar, qoyurlar məsələni və peşkən müraciət edib ki, onlara bu məsələ ilə məşğul olacaq, sizin tələbləriniz həyata keçir, yerinə yetiriləcək. Qalxıb oturublar yerlərində. Yəni, ey hakimiyyət, mən heç vaxt arxadan zərbə vurmuram bəziləri kimi, erməni kimi, ərəb kimi. Mən qalxmadım, mən güvəndim sənə, bu sakitliyi mən sənə dəstək verdim. Amma sən mənim qardaşlarımı edam edə bilməzsən. Bax, İran ictimaiyyəti budur. Bu bir nümunə göstərir ki, İran ictimaiyyəti nədir? Və onun da vuran qolu. Əgər Azərbaycanlılardırsa, mən sənə deyim ki, heç vaxtı Qarabağdan əgər ora hücum olacaqsa, Azərbaycanlılar hakimiyyətə silah çevirməyəcək. Digər bir tərəfdən, elə dediyimiz bəsicdir, sepahdır, ordudur, bunların xeyli sayı var axı. Ya tutalım bugünkü deməli Fransa, nə bilim Rusiya kimi tam çəhsiz olmasa da, o dərəcədə tutalım təlimatlı olmasa da, amma bunların ideyası var. Bugün ən kasıbçılıq bütün bu ölkələrdə nədir ən əsas? İdeya çatışmamazlıqdır. Fransa ordusunun ideyası var, Amerika ordusunun ideyası var. Rus ordusunda bir ideya var ki, biz getməliyik, bura bizim olub alaq. Deməli, Ukrayna ordusunda bu isə mənim ana vətənim və onu müdafiə edir. Amma bunu da havayı müdafiə eləmirəm. O pul müqabilində yaxşı bunlara müdafiə edir. Bilirsiniz, Azərbaycan üçün nə idi motivasiya? Bizim torpaqlarımızı, ermənilər işğal edib biz onu almalıyıq. Və salam. Getdik də aldıq da. Başqa söhbət ola bilməz. Nə onu təbliğ elə nə baş. Mən bu torpağım, bu mənim namusum. Bunu almalıyım. Amma bu gün İran bilmək lazımdır bunu. Nə qədər siz tənqid etsəniz də onların çox böyük kütləsi və orada çıxan nümayişin, dinc nümayişə çıxanlar göstərdi, hökumətə dəstək nümayişi göstərdi ki, milyonlarlandır. Əks çıxan 10.000, 100.000-dirsə, dəstək üçün çıxan 100.000-lərləndir. Və bunların bu ideoloji məsələsində siz Sovet hökumətini xatırlamırsınız. Bir növ Sovet quruluşuna bənzəyirdi. Hər ostanlığın özünün imam cüməsi var. Hər məstənin, hər məktəbin özünün mollası var, partkomu var. Parlament seçki yolu ilə də, parlament üstündə nəzarət şurası, onlar da həmin o, bizdə kommunistlər idi, orada mollalar var, o İslam şurası. Və ən başqan da yuxarıda, Sovet İttifaqında olduğu kimi politbürodur. Onlar da kimlərdən tutulanır? Həmin o imam cümələrin məşvərətindən. Onlar da seçirlər özlərində dini lider. Orada prezident, onlardan aşağılarsa baş nazir səviyyəsindədir. Onun əlində heç bir güc strukturu yoxdur. Onun əlində olan yalnız müdafiə nazirliyidir ki, o müdafiə naziri bizimki kimi deyil. O müdafiə naziri bizim silah sənayesi naziri səviyyəsində olan bir şeydir. Orada bütün qüvvələr, hətta bu strateji raket qüvvələri də Sepahın əlindədir. Hətta onlarda Stroybatın özü belə Sepahın əlində. Bəli, onlarda da Stroybat var. İkinci briqadaları, bəli, o da var.
hərbiləşdirilmiş dövlətin zakazlarını alırlar, yerinə yetirirlər. Bilirsiniz, orada mən deyəndə bizim qonaqlardan biri doğrudan da təəccüblə qarşıladı ki, necə yəni 70% bu Sepahın əlində? Dedim, bəli. Və indi məxsus olaraq Peşkan da bunu çatdırmaq istəyir. Ziyalı bir adamdır, doktordur ki, pişmiş siyasətçi ki, biz yavaş-yavaş bunu verək hökumətin əlinə, qanun legitim hökumətin əlinə. Siz də gedin öz işinizlə məşğul olun, tabi olun Müdafiə Naziri ilə. Müdafiə Naziri də tabi də başmollaya, o Ali Dünya Şuranın sədrinə. Ayətullah Xameneyə tabidir. Olsun, hələlik belə olsun. Bax, mən düşünürəm ki, vəziyyət bu yerdədir və belə də görünür və bütün münaqişələrdə də belə olur. Deyir, necə deyərlər, Quran oxumaqla doğru danıdan çıxmır. Necə ki, biz 30 il yalvar yaxar elədik, bütün diplomatik səviyyələrdə falan da heç nə alınmadı. Axırda getdik, zor gücündən torpağımızı zorla almışlar, zorla da aldıq. Və bugünkü Ukrayna səviyyəsində də görürüz ki, necədir. Dirəniş göstərir, artıq 4 il deyil, öz torpağını qoruya bilir. Və bugün də əgər onlar da çox gözəl bilirlər ki, diz çöksələr, Amerikanın qarşısında geriyə çəksələr, artıq bundan dönüş yoxdur. Amma hər bir halda mən düşünürəm ki, İranın çox böyük qədim dövlətçilik tarixi olduğu kimi qədim diplomatiya tarixi var. Onlar da hər hansı bir, eləcə də bugün əgər ortada Erdoğan kimi bir siyasətçi, bir avtoritet varsa, müəyyən mənada razılıq əldə oluna bilər və hamı üçün də qəbul olunan ən yaxşı variant budur ki, bu olsun. Münaqişədən, müharibədən, qarşılıqlı bombadan, raketdən heç kəsə xeyir gəlməyəcək. Ancaq ziyan gələcək. Tərlan bəy, diplomatiyadan danışmışkən, sizin şəxsi fikrinizi almaq istəyirəm. Sizcə bu məsələni diplomatik yolla həll olma variantı nə qədərdir və biz diplomatik yolla həll olsa nə ilə qarşılaşacağıq? Mən düşünürəm ki, günü bugündə hər saat, gecə və gündüz bu tədbirlər davam edir və bunun biz Erdoğanın simasında istər Azərbaycanda, İstər Azərbaycanın kənarda, o Türkiyənin ətrafında olan ölkələrdə gördük. Bugün Suriyada gördük. Aydındır mı? Ən əsası baş tutmayan bu İstanbul görüşləri var, müharibənin ilk aylarında. Halbuki orada artıq məsələ həll olunmuş deyil, ortalığa yenə qərb girdi məsələnin. Rusiya-Ukrayna müharibəsini deyirəm. Məsələ həll olunmuş. Erdoğan həll eləmişdi də bunu. Amma imkan vermədilər. Və mən düşünürəm ki, bugün belə bir təcrübəli siyasətçi, avtoritet siyasətçi içəridədirsə, Trump'ın da ona inamı varsa, İran'ın da ona inamı varsa, bu məsələnin mənim zənnimcə həll olunma şansı diplomatik yolla çox böyük. Hərçənd digər, eləcə də bizim sahili seçmə politologlarımız ayrı fikirdədir. Mən düşünürəm, ola bilsin ki, mən həm də bu daxili inamımı, daxili istəyimi də buna qatıram. Bu da var təbii. Ancaq mən düşünürəm ki, İranda da istər hər bir sahədə də ağıllı adamlar çoxdur. Əsasən də diplomatik sahədə onlarda heç vaxt problem olmayıb. Həmişə ağıllı, samballı insanlar. Baxmayaraq vilayətinin biz olan münasibətinə, vilayəti kimi dünyada tək-tək elə bir siyasətçi, elə bir diplomat ola bilər. Belə bugünkü də Xarici İşlər Naziri də olduqca Rəxçinin də özü çox böyük təcrübəyə malikdir, görüşlərə malikdir. Mən düşünürəm ki, axır əvvəl və Trump'ın özü də elə davakar deyil, davakar görünməyinə baxma. Trump'ın özü də əgər ona doğrudan da Erdoğan'ın dediyi kimi nəsə versən, necə Tapal Venezuela verdi də, Ararvadı verdilər, qalan məsələlər düzəldi. Burada nə var ki? Yəni düzəlişmək olar da bu adamla. Düzəlişsinlər və ondan sonra da hər şey sülh olsun. Ən əsasda sülh bizə lazımdır. Çünki birinci növbədə qonşudur, ikinci növbədə orada bizim 30 milyondan artıq soydaşımız yaşayır. Onların hər birinin dırnağına dayandaş elə bil ki, bizim ürəyimizə dəyər. Ona görə də biz buna heç bir qəbullana bilmərik. Allah o gündən sağ olsun. Sözünüzə qüvvət olaraq bir şey demək istəyirəm. Siz deyirsiniz, mənim belə içimdən gələn arzuladığım məsələdir və o bizim bəzi politologlar amma təbii ki, başqa bir şeylər fikirdədirlər. Tamam. Sən lazım. Sizə demək artıqdır. Sağ adamam sizdən. Ona görə. Yox, sizə demək artıqdır, amma yenə də deyirəm ki, müharibə görən adamlar heç vaxt müharibə görmək istəmir, müharibə istəmir. Amma onlar müharibə görməyib deyə, onlar elə bilirlər ki, çox gözəldir. Yəni oradan raket atır, bu buradan raket atır. Burada Azərbaycanlını orada dəstəkləyir, Təbrizi raketlə vururlar. Mən anlamıram yəni. Bayram eləyirlər Ərdəbil vurulanda ki, orada demokratik Azərbaycan qurulacaq, birləşəcək bura. Və hətta bunların içində elmi dərəcəsi olan adamlar var. Amma mən bir şey, Səxavət bəy, yəqin siz də görürsünüz, artıq o insanların da fikri dəyişir və çox bu sevindirici haldır ki, artıq o əvvəlki euforiya yoxdur. Netanyahu'nun da özünün də geri çəkilməsindən sonra, bu baş verənlərdən sonra
Görürlər, yox balam, burada şah söhbəti var, şahzadə söhbəti var. Ay, burada fars söhbəti var, burada türk söhbəti var. Farslar qarşıya məqsəd qoyurlar ki, bəs deyil, bizim ölkəmi türklər idarə. Artıq o adamlara kimi inandırmağa çalışırdım ki, o da ölkəni türklər yönləndirir. İndi onlar da deyəsən çatır, onlara da çatır məsələyə var. Çox şükür. Sonda Tərlan bəy, sonda mən yenə öz regionumuza, təbii ki, İran da öyle bizim regionda, amma yəni faktiki olaraq bura gəlmək istəyirəm. Bir Zəngəzur məsələsi var ortalıqda, dəhlizdən gedir söhbət. Bir Amerika ilə Ermənistan arasında bir razılıq məsələsi oldu. İranın təbii ki, mövqeyi bundan bağlı məlum məsələdir. Rusiyanın onsuz da yanaşması tamamilə başqadır. Misal üçün, Paşinyan sülh dağıdır hər tərəfə, bütün çıxışlarında sülhdən falandan danışır. Tabii bizim Azərbaycanlılar da biz onlara neft satırıq, benzin satırıq, onlar bizə alüminium satırlar, taxıl göndərirlər ərazimizdən. Yəni artıq belə də bu məsələlər olur. Amma Paşinyanın mən Ermənistan ordusunun neçə illik yubileyi ilə bağlı bir xalqa müraciətinə baxdım. Heç də ordunu kənarda saxlamayıblar. Yəni ordu ilə bağlı heç də kənarda saxlamayıblar və ordunun ümumiyyətlə ixtisaslaşması, kadr islahatının necə lazımdır aparılması, maaşlardan tutmuş, yeni silahların, texnologiyaların alınmasına qədər. Yəni, təbii ki, Azərbaycan da, yəni biz Azərbaycan da bu yöndə yeni silahlar alır, yeni texnikalar alır, yəni burada heç kim dayanmayıb. Yəni, niyə bu sual yaranır? Çünki həm heç sülhdən söhbət gedir. Amma eyni zamanda iki dövlətdə, yəni Azərbaycan nə İranla müharibə aparası ölkədə, nə Rusiya ilə müharibə aparasıdır. Yəni burada faktik olaraq iki rəqib var. Amma nə hərbi büdcənin azaldılması ilə bağlı, nə ümumiyyətlə ritorikanın tamamilə dəyişməsi ilə bağlı bir məsələni görmürük. Bunun səbəbi nədir? Bunun səbəbi baş verənlər, ətrafda baş verənlər. Kim zəifsə təpəsinə qapaz olur. Sən nə olsun ki, balaca ölkədə ola bilərsən, əhalinin də sayı ola bilər. İsraildən böyük ərazisi Ermənistan. Amma İsrail görürsə dünya meydan oxuyur, regionu meydan oxuyur. Eləcə belə sayları çox sayda demək olar. Buna görə də mən düşünürəm ki, haradasa mən Ermənistan rəhbərliyində başa düşürəm. Ancaq bu bizimkilərdir, bəziləri o dəqiqə başlayırlar, sırmanırlar, keçməyə çay gəlməmiş, uzaqlaşmaq var, nə bilim, qonaq, gedək, gələk falan öz yerində. Bunlar olsun, mən heç kəsi demirəm, daimi düşmənçilik eləsinlər. Amma ehtiyatlar da vermiyorlar. Bu tək Ermənistanla bağlı deyil ki. Bu ilə İranla da bağlıdır, bu Rusiya ilə də bağlıdır. Rusiya ilə güya bizim münasibətlərimiz indi hansı səviyyədə? Əgər Rusiya bilsə ki, bircə saatın içində necə Maduranı apardılar, gəlib bunu eləyə bilər, siz başa düşün ki, eləyər, onu da eləyər. Eşəsi onu oyana dursun, gözünə qarşın var deyə bilməz. Bəli, biz deyirik ki, bizim müttəfiqlərimiz var. Şuşa bəyannaməsi, Bakı bəyannaməsi. Ancaq sən müttəfiqlərin gələnə kimi heç olmasa bir sutka dözməlisən, ya dözməli deyilsin. Türkiyədən bura qoşun gələnə kimi, nə bilim, digər sənin müttəfiqlərindən bura qoşun gələnə kimi dözməlisən ağzın. Sən səmanı qorumalısan, qorumalı deyilsən. Bugün səmamız bizim, o dəfə də siz yaxşı qeyd elədiniz, çox yüksək səviyyədə qorunur. Ancaq Ermənistan birinci Ermənistandır və bunu da çox yaxşı qeyd elədiniz ki, orada olan o münasibət, orada olan o hansı ki, əlillərə, ondan sonra zabitlərə verirlər. Hər halda öyrənməli çox şey var. İndi mən durub burada Ermənistan ordusunun təbliğatına məşğul olmayacağım. Kimə lazımsa da açıb oxusunlar. Həmçinin bizim bugün əlillərimizə, veteranlarımıza, ondan sonra imkansız olan o hansı ki döyüşlərdə öz səhhətini itirmiş adamlarımıza olan münasibəti, mənfi münasibət göstərən məmurlar birincilərdə oxusunlar və ondan nümunə götürsünlər. Bir fikirləşsinlər, düşünlərsə ki, biz neyinirik? Biz neyinirik ki, bu günləri Rusiyadan, eləcə də Ukraynadan bizim orada vaxtı ilə burada döyüşən evlatlarımızın ölüm xəbərləri. Yəni biz neynəmişik bunlar? Bunlar niyə gedib bunlar? Çox şeylər demək olar. Bizim de mövzumuz deyil bu. Ancaq mənə elə gəlir ki, bu demək lazımdır və birinci olaraq bu insanlar başa düşsünlər. Bu dövlətin imkanı mı yoxdur öz əlinə sahib çıxmağa? Bu dövlətin imkanı mı yoxdur ki, öz deməli ehtiyatda olan zabitinə hər hansı bir sosial şəraitin yaraşdırmağına? Axı o, əgər bu günləri baxırsan Sultan Mehmet üçün olsun da, həmin o yançarların özü artıq həm yaşa görə, həm səhhətinə görə gedirlərsə, təqaüd verilir onlara. Onlara imkan verilir ki, özünə bir dükan açsın, bir məşğuliyyət eləsin. Əgər bu orta əsrlərdə baş veribsə, bugünkü müasir dövrümüzdə niyə olmamalıdır? Bu barədə mənə gəlir ki, aidiyyətli orqanlar çox ciddi şəkildə düşünməlidir. Biz bir müddət bunu diqqətdə saxladıq,
Amma baxmayaraq biz diqqətdə saxladığımız, tənqid edilmiş şəxsin bir vəzifəsi biraz da böyüdür. Ona görə məhsullara toxunmaq istəmirdim. Ancaq belə şeyləri görəndən, oxuyandan sonra həmçinin və bir çoxu da o məmurların düşünürdü ki, artıq bizim tam suverenliyimiz bərpa olub, artıq biz müharibəni bitirmişik, baş verənlərdən bir nəticə çıxarsınlar, görsünlər. Harada, ətrafımızda nələr baş verir. Ordu, ordu, ordu. Necə ki, bugün Pakistanda nə deyirlər? Allah, army, Amerika. Çünki Amerikanın onlar müttəfiq olublar deyənə. O günlərdə ölkəni ordunun üstündə bərqarardı. Ordu olmasaydı, onun başını çoxdan yemişdilər. Elə böyründəki Hindistan yemişdi. Bizə lazım deyil mi ordu? Bəli, bu günləri biz müəyyən qədər iqtisada salacağıq, daha mobilləşdirəcəyik. Amma güclü ordumuzun səviyyəsi bizim həmişə yüksək olmalıdır. Yüksəyi də tək texnologiya ilə deyil, kadrlarla həll eləməlisən. Bizim də bu yeni uçaqlar, yeni texnologiyalar alırıq. Onlara bizim hərbi məktəblərimizdə oxuyan kadrlar lazımdır. Onlarla vəziyyət necədir? Ora təbliğ olunmaqlarla, cəlb olunmaqla vəziyyət necədir? Ümumiyyətlə orada təhsilin vəziyyəti necədir? Çox suallar var. Ona görə hələ tezdir. Çox tezdir hələ. Dünyanın necə deyərlər, düşünülürdü ki, 21-ci əsrdə artıq bütün dünya sivil olacaq, ümumiyyətlə ordu, müharibə falan yığışacaq. Amma tam əksini görürük. Tam əksini görürük. İndi bu niyə belə olur? Bu artıq başqa məsələdir və bizim mövzumuz deyil. Ondan sosioloqlar, ondan sonra tarixçilər, fəlsəfə alimləri məşğul olsunlar. Buyurun. Təşəkkür edirəm Tərlan və keçən dəfə bilməm, verilişlərimizin birində hansı qonaqlardan biri dediyi Qacarla bağlı ki, Qacar ümumiyyətlə konkret olaraq əskərin maaşı məsələsində çox kateqoriki, yəni hətta dövlət büdcəsində pul olmasa belə özünün büdcəsində mütləq şəkildə əskərin pulu verilməlidir. Yəni önəmli olan məsələ hazır ki, mən araşdırıram, bir neçə müddətdə araşdırıram, yəqin ki, bunu yekunlaşdıran kimi yazısını da yayımlayacağam. Tamam, deməli, istər Rusiya ordusunda, istər Ukrayna ordusunda, İranda, Ermənistanda və bir çox ölkələrdə orduların ümumiyyətlə qalması üçün, yaşaması üçün və orduların ümumiyyətlə inkişafı üçün və cəlb etmək üçün çox böyük pullar xərclənir. Yəni onlar belə vətən, millət, Sakarya ilə həll olunacaq məsələ deyil. Artıq dünənə qədər Xocalı ilə kimsə, Xocalıya görə kimsə gəlirdisə, artıq bundan sonra Xocalı məsələsi bitib artıq. Yəni o kökündən həll elədik misal üçün o məsələni. Ona görə də çox işlər görülməlidir, amma hesab edirəm ki, çox işlər görülürmü bilmirəm. Yəni ən azından siz və mənim düşüncəm, yəni çünki mən tamamilə fərqli bir yerə qoyuram bu məsələni və mən düşünürəm ki, sizin də düşündüyünüz səviyyədə deyil məsələ. Daha yaxşı ola bilər. Ola bilər. Təşəkkür edirəm Tərlan bəy vaxt ayırdığınız üçün və hesab edirəm ki, ən azından bizim regionda və İran ətrafında baş verən proseslərə adekvat və hesab edirəm ki, ən azından açıq beynindən cavab verə bildiniz. Ən azından obyektiv yanaşma qoydunuz ortaya. Ona görə xüsusi təşəkkür edirəm sizə. Biz həmişə obyektiv olmağa çalışırıq. Ona görə sizin ekranınızdayıq. Sizin də ekranınız həmişə obyektivdir. Və bu obyektivliyə görə, pafos olmadığına görə, sensasiya salınca biz də qaçmadığımıza görə bizim dinləyicilərimizin sayı nisbətən azdır, keyfiyyəti yüksək. Doğru, razıyam. Təşəkkür edirəm, elə izləyicilər təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun.